Sabahınız xeyir olsun. Ayxalça çırpbağı YouTube'dan öyrənən Nisə xanım. Necəsiz ki? Yine kanımı kararttı ya. Yaxşısın. Zarçın, dertçın bildin. Nə olub ki? Əsəbisiniz. Ne? Əsəbisiniz. Az yeri kadar əsəb olacağım da. Gör kimlərlə yaşayıram mən bu evdə. Az sənin oğlan sabah necə xeyir ola bilər, hə? Hə, səhər yuxudan duran kimi söz atırsan. Yaxşı, onda qoy belə deyim, əziz eltim. Elə. Verin o yun çırpanı, mən çırpım. Ne? Az sən yun çırpa bilirsən. Nə olur? Az yun çırpmıram ya. Yun demirəm. Ver ondan səni çırpım. Deyirəm, hər gün bir ümid oyanıram ki, bir dənə qırıq gürür tapıb bu evdən çıxıb gedələr. Hə, durub görəm yenə də bizdədirlər. Niyə? Bizdə də bizdə qalırsınız da. Hamı bilir də, hamı Az bilir. niyə çıxmalıyam ki? Hə, niyə çıxmalıyam ki? Da cavab ver də. Niyə? Bu evdə mənim hər şeyim var. Xatirələrim var, ayniyonlarım var. Nə? Ayniyonlarım. Ay yazıq, sən burada bir dənə iynə sapın var, başqa heç nə. Nə olsun ki? Az başqa nəyim olmalıdır ki? İynə sap olmalıdır da. Meydanın şalvarı partlayanda bəs onu nəylə tikim? Mıxla mıxlayım. Ali. Ən böyük mıx girsin gözümə. Vidirəm. Bugündən istəmişəm, amma bugündən. Ay yazıq, sən o sapa düyün atıb mənim dil ağzımı bağlamaqdan başqa etsə bilmirsən. Sapla, az sənin ağzını kəndirlə də bağlamaq olmaz. Öyle elə. Az özün öyle. Ağzım bir də Özün hani öyle. bağlansın. Mənə bax, az mənə lağ eləməyə, vidimə, fasonma, figurama. Öz figuruma baxmısan, o tampo üçün olsun, yadımdadır tampo. Tampon batısına oxşayırsan. Şükür bağışmısan, kim oxşun ha? Kimə? 80 dayısı qız oxşuysan. Az nə olsun ki, onun hörmətinə bax, bunun hörmətinə Olmur bax. qız, öyle elə. Az nə olsun ki, az mənə lağ eləmə, öz vidimə, fasonuma bax. Şahmatda at olur, taxta at. Boynu qabağa, toç nə olsan, at. Öyle elə. Az bilirsən nə var? Babega, mino xalçuva, uç get. Bildin uç get. Az yeri gedək az. 40 pipi xoruz. Yeri o ne? Öyle elə, öyle. Az meydana nəsə oldu? Qapqacaq. Meydana nəsə oldu? Meydan. Qapqacağım. Yıxırdım, belim ağrıyır. Belim ağrıyır. Nefes alamıyorum. Nefes alamıyorum. Nefes alamıyorum. Necə nə evim yıxılıb ki? Qapqacağım qırılıb, yerə soxun boyu, bu sən eləmsən. Meydan nə olub? Elimizə məfruz. Elimizə. Yavaş, üstə kəsər. Yavaş. Meydan keç. Gəl. Yerə soxun. Çıx bu, nədir bu? Nə olub Meydan, nöşdəymişsən, nə olub? Çıxdım onun başına ki, nəlbəçilər götürüb. Akşam məclisim var. Dayandım. Değdim yerə. Yıxıldım. Neş yıxıldı, nə olub? Dizəlləndi, başım dizəlləndi. Vay. Əfroç. Atamın vəsiyyətini tapdım. O üstündən başım dizəlləndi, həyəcanlandım. Oxu da. Yo. Münasib evə gəlməsə, oxuyan da öyrəm, açan da öyrəm. Vəsiyyət, adam mən buradayım, nə fərqi var o mən, oxu. Arvada buradadır, oxu da. Oxu görə nə yazıb? Atam ki, əzizim motu, mənim neyim var, hamı ki çəlündür. Mənim Feyruz dostumu tap, o hamısını bilir, nə var, nə yox. Deməli, münasibin atasına nə var dövlət qalıb? Hələ onu da motu deyib də. Ona qalıb da motuya da. Az motu budur da, orijinal motu budur da. Yo, orijinal elə oldu, ona deyirdim motu. Kim sənə deyir? Mən sənə deyirəm. Elə şey yoxdur. Elə şey yoxdur. Yox, yadıma salımda, motu ona deyirdi, hədi. Sən potu deyirdilər. Motu budur, o potu. Münasibin motu. Mən indi araşdıraram, mən bilərəm. Araşdırmaq lazımdır. Yox, bizim. Buraya araşdır, dur. Dövlət bizə qalıb. Atam yazıb özəlliyindən. Atın da hərfdən çox məhkəznak yazıb. Tut bunu, görüm hara getdi bu. Gözlə. Ay, sən də olmuş. Saxla da. Saxla da. Saxla da, saxla. Saxla. Atım özümün çaya, hə? Hə? Niyə saxlamırsan? Niyə traktoru saxlamırsan? Xəyanət edirsən mənə, hə? Az traktor gedə xəyanət eləmək olur. Hə, deməli getməsə eləyərsən? Ay qız, mən bütün günü traktor sürürəm, əziyyət çəkirəm, işləyirəm, pul qazanırım. Məndə vaxt var sənə xəyanət eləyim. Demək vaxtın olsa pul qazanmırsan eləyərsən, hə? Bax sizdə, bir dəfə də mənə vaxt ayır da. Bütün el aləm bilsən nə deyir, hə? Nə deyir? Nisən nəri? Qıraqda traktor saxlayır. Başı xarab deyil bunun, ay qız. Nisənin əri traktor saxlamır, bu traktor Nisənin ərini saxlayır. Bundan pul qazanıb yemək yeyirik də biz. Yemək demişsən, yeməyə nəsə gətirmisən, hə? Yox, sənə yeməkdən də yaxşı bir şad xəbərim var. Hə? Nə xəbər? Qardaşın Atovun vəsiyyətini tapıb. Hardan? Qapının üstündə, düldan içindən. Yaxşı, bu vaxtacan biz niyə tapmamışıq şunu?
Bu Pinti Nisan. Vaxtında şkafın üstün tez silsəydi, onu tez görüb tez tapardı. Az yeri ged az. Bütün günü mən evdə işləmirəm. Evləri tərtəmiz eləmirəm. Pinti sən səni. Kim? Yazıq. O çirkli sizin varlığınız diye. Bizim. Evet, düzdürmürəm o. Bizə dedi ya. Bəs kimə dedim sən? Bizə dedi ya. Bizə dedi ya. Dinlən də, sənlə dinlən də. Hə, Motu bir dənə var, o da bu diye. Hə, Motu. Hə, rəhmətli atam mənim motu deyərdi. Ha, tam elə mənim motu deyildi. Sən harda motu deyil? Sən də motu deyin. Motum olmutam da. Vəssalam dinlən də, bayaqdan üç dinlənmirsiniz ki. Ən çox buna deyirdi. Eşidirsən, Firuz dayı gəlib, qohumumuz. Ən yaxşısını o bilir, çağırmışam. Gəlsin dəqiqləşdirəcəyik. Görəcəyik. Onu siz görəsiniz ki. Motu səni çağırırlar. Kim deyir ki, onu da? Motu, sən də ölsən motu. Hə, mənəm motu. Hə, mənəm motu deyən görüm. Ay, biz Motu budur. Budur motu, get düş qabağa da. Ay moto. Gəldik. Gel. Gəl görüm. Hə, Gelin. Ha. Tapmışsınız vəsiyyəti. Hə, o vaxt rəhmətli mənə demişdi ki, qoyun şeydilər. Biraz geç tapacaqlar. Moto hansınızsınız? mən. Buyur. O da öyle, motu kim deyir ki o da ya? Motu deyə bana budur. Mənim qaynatam hərdən çaşı belə mənə də motu deyirdi. Biz motularız. Nə? Motular. Motular? Az yeri ged az. Sən ömrü boyu flitə deyib də. Kimə deyim ha? Hə, Deyirə sən- deyirsən ki. Hə, Motu. Qarış gələn, bəs düzgən. Adam içində bir abır eləyirsən məni. Kimin başı var? Bırnava bayla bir plastirini de sonradan koyublar. Aa, gör mənə dedi. Az ölü bayquş yoxsun sən. Qoca bayquş. Kimdir ki? Adamda var. Kimdir ki? Az yeri ged. Kimdir ki? Çırnat bəs evdə adam var. Aa, gizli danışma. Gözəl insan. Bizim pulların yerini deyin. Hələ tələsməyin. Vəsiyyətin ardı var. Hə. Ardı var. Ardı var. Ardı var. Yağ deyib, arvad tapşırıb. Elə o vaxtdan alıb qoymuşam bura. Mədədən biraz yaxşı deyil, evdə hamımız patron yağı yiyirik. Hələ biz də patron yağı işlədirik. Hələ biz də patron yağı işlədirik, mədəmizə düşür də. Bəs vəsiyyətin dalı hardadır ki? Bəs cibimdə. Verin mən oxuyayım. Ayağı çək, hə. Nədir ki? Xanım dediniz doydunuz. Nədir ki? Düz deyir də. İmkan ver oxuyum. Oxuyacaq. Hə, Feruz, əgər bax bizim uşaqlar vəsiyyəti tapıb səni çağırıblarsa, o Ay qoca sən ürəyimiz partladı tez ol da. qoyunlara denən ki, burada yazır da mən nə edeyim? O qoyunlara denən ki, evin dalındakı 4-cü ağacı qassınlar. Pullar orada. Bunlar orada. Hardadır ki? Ha, burada. Hardadır ki? Çiçil, ara, çiçil, ara. Hara düşür ki ora? Hara düşür ki? Odur ki. Verin mənə. Tapdınız? Qoy yoxsun. Dəqiq biləcəyik. Dəqiq biləcəyik. 15 min var oradan, 15 min var. Ay kız bilirsən nə var? Verin pulları. Az yeri ged ha. Bizim pullar. Beycan, burada məktub da var. Asıl yaxşı heç sən ardıram. Atam yazıb. Ağlama, məni də ağladır sanki. Motu, sən nənə münasib. Motunun pulu da deyirəm də. Nədən alacağım acaba? Bahalı dokular mı pullar? Diyan, diyan görün davamı ne olacak da? Hala, o biri motu. Sən nənəmə meydan. Gördünüz bizim motu imiş. Motu. Tebrik ediyorum. Ver onları. Ver onu bana. Saçımı kaynak elektireceğim. Ver onu bana. Dalı da var deyəm. Kaynak saç. Ne baş başından. İkimizə də aiddir. Motular. Hadi bir de değil. Atam yazıb. Bu pul sizindir. Diyan ben diyanda bak bizimdir diyan. Üstünə 2000 manat da qoyun, Feruzun borcunu verin. Ona 5000 manat borcum var. Ay Feruç. Rəqa qal. Pulu bana görüm. Bu 3000. Saymak olar ki. İndi 2000'i verin. 2000'in motu. Ay motu. Ben kimin de birinci acı motu dedi. Sen motu. Sen benden büyüksün. Hadi diyan. Kardeşim. Göğüs kardeş sen ne sen?